Bu ağrı müalicələrində daha çox əlbəttə ki, biz invazivlərlə məşğuluq. Bizdən əvvəl çox vaxt digər həkimlərə gedirlər. O həkimlər də hərə öz sahəsinə görə ağrı keçişlərini və ya ağrı müalicəsini təyin edir. Nevropatoloq olsun, travmatoloq olsun. Bizim əsasən elədiyimiz invaziv üsullardır. Bu ən çox xəstələrimiz onkoloji xəstələr gəlir. Onlara çünki ağrısını kəsmək üçün digər başqa bir üsullar yoxdur. Biz onu invaziv üsullarla müəyyən sinir paketlərini və ya kələflərinin blokadası ilə kömək eləməyə çalışırıq. Əlbəttə ki, medikamentoz müalicəsi davam edir. Amma bunun xaricində onkoloji ağrıların yerinə və mənbəyinə bağlı blokadalarımızı eləyirik. Bunun xaricində nevrologiyalar, beyin, baş ağrılarında sfenopalatin və ya stellat dediyimiz blokadaların ağrılarını kəsirik. Üçlü sinirlərdə ağrıları kəsirik. Və bu alqologiyanı bir də reanimasiyada istifadə edirik. Ağır xəstələrdə, ürək problemləri olan, ağciyər problemləri olanlarda xüsusi blokadalar edirik və ya damar yolu taxılıb, damar yolunda problem çıxanlar üçün müdaxilələrimiz var. Aşağı ətraflardakı problemlərlə əlaqədar blokadalarımızı edirik. Yavaş-yavaş müdaxilələrimiz çıxdıqca indi onları danışıb, case üzərindən, xəstələrin üzərindən biraz daha detallı məlumatlar verəriksə, hələlik belə bir ümumi məlumat üçün bu qədər.